William J. Morgan voleybolu 1274 şəmsidə Amerikanın Massachusetts əyalətində ibda eləmiş və 1297-də rəsmi olaraq voleybol idmanını Asiyada Hində gətirmişdir. Amma Hindidən 2 il qabaq, yəni 1295-də Amerikalı missionerlər Urmiyənin Ərk Çuxuru və Sahiblar küçəsi məhəllələrində voleybol oynayırmışlar. Demək olar ki, voleybol Asiyada ilk dəfə Amerikalıların əli ilə Hində yox, bəlkə Urmiyəyə gətirilmiş. İndiki Urmiyənin hər bucağına baxarkən voleybol toru və meydanını görmək olur. Bağçabaşı, Apadana, Şahruxabad, Ağdaş, Xəzərən Dərvazası meydanları neçə nümunədir. Yadullah Karigər Pişələr və Səid Məruflar bu meydanlardan dünya voleyboluna tanınıblar. Məsələn, Japonun voleybol timinin baş məşqçisi Urmiyə dünyanın tək şəhridir ki, milləti voleybolu dərk edir, demişdi. Bizi paylaşın və bizə dəstək olun. Paylaşın ki, yeni tarixi və fərhəngi kliplər yayaq.